Qəbul imtahanlarına qeydiyyat bitdi. Ən çox abituriyentlər bu qrupdadır. 1, 2, 3 və 4-cü ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatıb. Qeydiyyatdan keçənlərin statistikasını sizlərə təqdim edim. Birinci ixtisas qrupu 31137 nəfər, ikinci ixtisas qrupu 25957 nəfər, üçüncü ixtisas qrupu 28270 nəfər, dördüncü ixtisas qrupu 6522 nəfər. Statistika göstərir ki, ötən illə müqayisədə bu il bütün qruplar üzrə abituriyentlərin sayı xeyli artıb. Statistikada liderlik birinci qrupa məxsusdur. Son illərdə həmişə öndə gedən üçüncü qrup artıq ikinci sıraya düşüb. 2024-cü ilin statistikası. Birinci ixtisas qrupu 30150 nəfər, ikinci ixtisas qrupu 23957 nəfər, üçüncü ixtisas qrupu 25146 nəfər, dördüncü ixtisas qrupu 5929 nəfər. Təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 130569 nəfər elektron ərizə qəbulunda iştirak edib. Onlardan 91886 nəfər 1, 2, 3 və 4-cü ixtisas qrupları üzrə birinci cəhd blok imtahanından qeydiyyatdan keçib. 130569 nəfərin bir qismi birinci cəhddə deyil, birbaşa ikinci cəhd blok imtahanında iştirak edəcək ki, bu ixtisas qrupları üzrə rəqabətliyi daha da artıracaq. Ekspert ötən illə müqayisədə abituriyentin artımının sayını açıqlayıb. Ötən illə müqayisədə bu ilki artım aşağıdakı kimidir. Birinci ixtisas qrupu üzrə 987 nəfər, ikinci ixtisas qrupu üzrə 2000 nəfər, üçüncü ixtisas qrupu üzrə 3124 nəfər, dördüncü ixtisas qrupu üzrə 593 nəfər. Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi 2 və 3-cü ixtisas qrupları üzrə mayın 25-də, 1 və 4-cü qruplar üzrə iyunun 1-də keçiriləcək. 3-cü ixtisas qrupu üzrə həm DT, həm də TC alt qrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 1-i keçiriləcək. Abituriyentlərə uğurlar arzuluyuruq.